Öncə onu qeyd edeyim ki, Rusiya Ukrayna hücum edəndə artıq Rusiya bilirdi ki, yeni dünya düzəni qurulur və yeni dünya düzənində Rusiya yoxdur. Rusiya yeni dünyanı idarə edən dövlətlərin sırasında yoxdur. Ona görə də onlar, yəni bu proses gedirdi, bu da açıq getmirdi, belə deyək, gizli gedirdi artıq bu proses. Amerika çalışırdı ki, özünü bir qütb kimi formalaşdırsın. Çin güclənirdi, artıq qəbul olunurdu ki, ikinci qütb Çin olacaq. Və təqribən düşünürdülər ki, başqa hansısa qütblər yarana bilər. Bu indi artıq Trump gələndən sonra proses sürətləndi. Avropa İttifaqı simasında dünyanın bir qütbü kimi formalaşır. İndi digər qütblərin də müəyyənləşməsi prosesi gedir. Yəni Hindistan da sabah özünün bir qütb kimi təqdim edə bilər, amma hələ belə deyək də sanki bir sınaq dövründədir. Türkiyə düşünürdü ki, bir özünü qütb kimi təqdim edə bilər, türk dövlətlərinin başına yığa bilər. Rusiya da bir qütb kimi qalmaq istəyir. Amma bunun üçün o Dugin nə deyirdi? Deyirdi ki, biz indiki ərazi ilə, indiki əhali ilə qütb ola bilmirik. Bunun üçün bizim ən azı 200 milyon əhalimiz olmalıdır. Əhali çoxalmalıdır. Rusiyanın 140 milyon əhalisi var. Ona görə biz mütləq Ukraynanı işğal etməliyik. Başqa xalqları, başqa coğrafiyaları tutmalıyıq ki, əhalimiz artsın. İlk öncə Ukrayna, yəqin ki, sonra da Belarus gəlir və ondan sonra Güney Qafqaz, Türkistan, Şərqi Avropa ölkələri, yəni bunlar düşünürlər ki, bu əraziləri tutandan sonra bunların gücü artır, insan resursları çoxalır və yenidən bunlar əslində dünyanın digər qütblərini məcbur edirlər ki, o yeni çox qütblü dünyada Rusiyanın da bir qütbünü tanısınlar. Yəni, məsələn, deyək ki, Amerikanın düzdür, hərbi gücü də var, amma texnolojisi var, iqtisadiyyatı var, Çinin böyük iqtisadi gücü var, ticarəti var. Yəni, bir formada özünü bir formada təsdiq edə bilib, güc mərkəzi kimi. Rusiyanın nə texnologiyası var, nə iqtisadiyyatı var, nə maliyyəsi var, nə mədəniyyəti var. Bu sahədə bu rəqabət qabiliyyəti deyil. Rusiyada yalnız bir sahədə uğur qazana bilər, o da güc, hərbi güc. Ona görə də Rusiya bütün gücünü qoydu ki, mən də deyim ki, istəsə mən artıq gücəm. Reallığam. Görürsünüz, bu qədər də ərazini işğal eləmişəm. Ya məni tanıyın, ya da tanımırsınızsa vuruşacağım. Müharibə edəcəm və s. İndi Birinci Dünya Savaşı, İkinci Dünya Savaşı həmişə Rusiya indi qalib gəlib. Görüntü budur. Amma görünməyən əslində odur ki, onun arxasında o Anglo-Saks gücü həmişə olub və onun qalmasını istəyib. İndi isə onlar Rusiyanı istəmirlər. Artıq Rusiya özü bunu bilir. Ona görə də Rusiya çalışdı ki, böyüsün. Böyümək istəyəndə həmin o yeni dünyanı quran güclər onun qarşısına çıxdılar. Ukraynada onun qarşısını kəsdilər. Rusiya da bunu başa düşür. Yəni 55 ölkənin iştirakı ilə Ramstein formatı yalnız ABŞ-nin təşəbbüsü deyil. Nə bilim, kimisə görürsünüz, indi ABŞ yoxdur, amma Ramstein davam edir. Yəni dünyanı yeni düzəni quran arxitektorlar Rusiya başa salmağa çalışırlar ki, biz artıq səni istəmirik. Orada sən də bir formada olacaqsan, amma o güc kimi, qlobal güc kimi, bir qütb kimi olmayacaqsan. Rusiyada mübarizə aparır, vuruşur ki, qalsın. Həmin güc kimi qalsın. Ona görə də deyək ki, Trump hakimiyyətə gələndən sonra belə bir təəssürat var ki, düzdür, bəzən zaman-zaman biz də girəklənirik ki, Trump sanki birdən-birə Rusiyaya qarşı olan o remenləri yumuşaltdı. Təpkiləri azaltdı. İndi burada Trump'ın da öz motivləri var. Trump əvvəla böyük küresel güclə savaşır. Yəni bu mənada Trump'ın Amerikanın içində böyük bir savaş var. Biz onu indi məsələn son mitinqlərdə gördük. Minlərlə mitinq, hətta təsəvvür edin ki, eyni vaxtda 50 ştatda mitinq təşkil olundu. Bu elə körtəbi düzdür, üzdə Demokratlar Partiyası idi falan idi. Amma o deyil. Trump'ın orada çox ciddi bir siyasi rəqibi var. Böyük bir güc var. Trump düzdür, orada seçkilərdə qalib gəlib, amma onların cəmiyyət üzərində böyük təsirləri var. Onların birjalara təsirləri var. Onlar istəyəndə asanlıqla Amerikanın görürsünüz, birjalarda trilyonlarla zərər, bir anın içində zərərə deyək ki, başa gəlir bu şeylər. Bu sadə deyil. İndi Trump öz aləmində o küresəlçilərin hələ də güclü olduğu Avropanı zəiflətməyə çalışır, Çini zəiflətməyə çalışır və burada da o Rusiyanın yanına alır. İndi Rusiya, ən azı Putin hakimiyyəti bu küresəlçilərlə bağlı olmayan bir güc kimi, siyasi bir güc kimi təqdim edir özünü. O da fikirləşir ki, bu da ulusalçı bir gücdür. Mən bununla bir yerdə ola bilərik, küresəlçilərə qarşı bir müqavimət qövsü yarada bilərik. Amma eyni zamanda həm də Rusiya ilə Çinin əməkdaşlığı var. Çünki bu Rusiya qarşı dünyanın başlatdığı prosesdən Çin də istifadə etməyə çalışır. Gizlənib bir formada Rusiyanı silahlandırır. Çünki o başa düşür ki, Rusiya məğlub olsa növbəti hədəf özüdür. Olmasın deyə Rusiyanı qoruyur. Onu maliyyə dəstəyi verir, silah dəstəyi verir. Bəzən bunu İran üzərindən edir, bəzən bunu deyək ki, Koreya üzərindən edir. Çünki açıq edəndə o sanksiyalar var. Açıq edəndə hədəfə gəlir. Açıq edəndə deyək ki, artıq ona qarşı müəyyən deyək ki, çünki Avropa ilə ticarət edir, Amerika ilə ticarət edir. Onun o ticarətinə təhlükə yaranır. Bu olmasın deyə onu bir gizli formada edir.